Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Rusiya vətəndaşı olan 50-dən çox Azərbaycanlı saxlanılıb, 5 nəfər öldürülüb. İran dəfn mərasimi keçirmək üçün Amerikadan icazə alıb. Xamneyni alçaldıcı ölümdən xilas etdim, Trampdan açıqlama. İran rəsmiləri Trampla tez bir zamanda görüşmək istəyirlər. Tramp İranın nüvə obyektlərinin yoxlanmasını istəyir. İndi isə daha ətraflı. Cümə axşamı Təbrizdə bir qrup Azərbaycanlı sənətçi, Güney Azərbaycandan olan sənətçi və siyasi məhbus Mürtəza Pərvinin qrafitisini çəkərək onun Böyük Tehran həbsxanasındakı saxlanma şəraitinə və həbsinə etiraz edib. Eyləm zamanı Azərbaycanlı rəssamlar Təbrizin mərkəzindəki divarlardan birinə güneyli sənətçi Mürtəza Pərvinin şəklini çəkib və sənətçinin yeri həbsxana deyil sözlərini yazıblar. Qeyd edək ki, Mürtəza Pərvin əvvəllər evin həbsxanasında saxlanırdı, lakin həbsxananın bağlanması ilə bağlı qərardan sonra o, Böyük Tehran həbsxanasına köçürülüb. Bu zaman ona şəxsi əşyalarını özü ilə aparmağa icazə verilməyib. Xatırladaq ki, Mürtəza Pərvin 2024-cü il fevralın 17-sində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və evin həbsxanasına aparılıb. May ayının sonunda isə Tehran İnqilab Məhkəməsində hakim Əbülqasim Salavatinin rəhbərliyi ilə keçirilən məhkəmədə ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və razılaşmaq və rəhbərliyi təhqir etmək ittihamları ilə 6 il həbs cəzası alıb. Ötən gün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində Rusiya vətəndaşı olan əsli Azərbaycanın Ağdam rayonundan gələn Səfərovlar ailəsinin yaşadığı bir neçə ünvanda əməliyyat keçirib. Əməliyyat zamanı əməkdaşlar mənzillərə basqın edərək Ziyəddin və Hüseyn Səfərov qardaşlarını qətlə yetirib. Döyülən ailə üzvlərindən daha 3 nəfər isə bugün xəstəxanada həyatını itirib. Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə 2001-ci ildə bir kafedə əsli Ağdamdan olan Yunis adlı şəxsin qətlə yetirilməsi ilə bağlı Federal Təhlükəsizlik Xidməti və Rusiya İstintaq Komitəsi iyunun 27-sində səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadığı 10 mənzilə eyni vaxtda basqın edib. Mənzillərdə olan bütün kişilər döyülərək maşınlara mindirilib və polis idarəsinə aparılıb. Polis idarəsinə aparılarkən verilən işgəncələr nəticəsində 2 qardaş Ziyəddin və Hüseyn Səfərov yolda həyatlarını itiriblər. Sonradan onların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov da qətlə yetirilib. Bugün isə ailənin daha 2 üzvü xəstəxanada həyatlarını itiriblər. Qohumlarının sözlərinə görə idarədə onlardan 24 il əvvəl baş vermiş həmin cinayəti etiraf etmələri tələb olunub. Bugün Tehranda İsrailin hava hücumları nəticəsində öldürülən bir sıra Sepah komandirlərinin dəfn mərasimi keçirilib. Mərasimdə Xarici İşlər Nazirliyinin başçısı Abbas Araqçı da daxil olmaqla bir sıra ölkə rəsmiləri qatılıb. Hökumət işçiləri, xüsusilə Sepah və Bəsic qüvvələrinin üzvləri və onların ailələrinin qatıldığı dəfn mərasimində Amerika və İsrail əleyhinə şüarlar səsləndirilib. Mitinqdə sazişə yox, təslimə yox, Amerika ilə müharibə kimi şüarlar səsləndiyi bildirilir. Bir sıra xarici media qurumları iddia edir ki, İran hökuməti bugünkü mərasimin təhlükəsiz keçməsi üçün Amerika tərəfindən İsrailin hücum etməyəcəyi ilə bağlı təminat alıb. Məlumatlara görə Tehran bu zəmanəti Oman və Qətər vasitəsilə Amerika hökumətindən istəyib. Qeyd olunur ki, Sepahın güc qüvvələrinin komandanı İsmail Qani, Ali rəhbər Xamneynin müşaviri Əli Şamxani və Xarici İşlər Naziri Abbas Araqçı mərasimə yalnız Amerikanın onlara toxunulmayacağına dair verdiyi vəddən sonra qatılıb. İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş istənilən iddianı qətiyyətlə rədd edir. Bu barədə mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sübhani danışıb. İranın səfiri çıxışında əsassız və sərt ittihamlar səsləndirməkdən çəkinməyib. O, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnaməyə də etiraz edib. Səfir deyib, bir ölkənin başqa bir ölkəyə qarşı ərazi iddialarını əks etdirə biləcək yalan və saxta ifadələr bizim üçün qəbul edilməzdir. Bu cür uydurma və yanlış terminlər regionda sülhə və mehriban qonşuluğa ziddir. Ona görə də belə ifadələrdən uzaq durmaq lazımdır. Qərbi Azərbaycan, İran İslam Respublikasının bir əyalətinin rəsmi adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də ərazi
edilməsi iddialarına bənzər şəkildə tətbiqi yol verilməzdi. Diplomatın sözlərinə görə İranın Ermənistana münasibəti dəyişməz olaraq qalır və rəsmi Tehran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. O əlavə edib ki, bu cür tarixi iddialar regionda sülhün yaranmasına mane olmamalıdır. Amerika prezidenti Donald Trump 12 günlük müharibə vaxtı İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyni alçaldıcı ölümdən xilas etdiyini bildirib. Donald Trump bildirib ki, Xamneynin harda olduğunu bildiyi halda onu ölümdən xilas edib. O, Xamneynin İsrail üzərində qələbə ilə bağlı dediklərindən sonra İranla bağlı bütün işləri dayandırdığını açıqlayıb. Son günlər İranın tam və sürətli bərpası üçün sanksiyaların ləğvi üzərində işləyirdim. Çünki bu sanksiyalar çox ağırdır. Amma bunun əvəzinə mənə qarşı nifrət dolu bəyanat verildi. Mən də dərhal bu məsələ üzərində işi dayandırdım. İran beynəlxalq qaydalara qayıtmalıdır. Əks halda vəziyyət daha da pis olacaq. Onlar daim qəzəbli və aqressivdirlər. Nəticə göz qabağındadır. Dağıdılmış ölkə, ağır iqtisadi vəziyyət, ümidsiz cəmiyyət və ölüm. Onların ümidi qalmayıb. Kaş ki, İran rəhbərliyi anlayaq ki, bəzən bal ilə sirkədən daha çox nəticə almaq olur. Sülh, deyə Trump bildirib. Tehranın rəsmi açıqlamalarına baxmayaraq, İran rəsmiləri Amerika prezidenti Donald Trumpla tez bir zamanda görüşmək istəyirlər. Amerika prezidenti Donald Trump deyib, hazırda onların ən çox düşündüyü zənginləşdirilmiş uran deyil. Onlar normal həyata qayıtmaq istəyirlər. Mənimlə görüşmək istəyirlər və biz bunu tezliklə reallaşdıracağıq. Donald Trump tələb edib ki, Amerika və ya hansısa nüfuzlu qurumun İranın nüvə obyektlərini yoxlamağına icazə verilməlidir. Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda yoxlama aparmaq hüququ ilə bağlı sual verəndə Amerika prezidenti Donald Trump belə cavab verib. Bəli, ya onlar yoxlayacaq, ya da bizim qəbul etdiyimiz başqa biri. Trump əlavə edib ki, İranın zənginləşdirmə proqramı ilə bağlı əlavə narahatlıq yaranarsa, Amerika İranın nüvə obyektlərinə yenidən zərbə endirəcək. O bildirib ki, Amerikanın vurduğu zərbələrdən sonra İranın nüvə proqramını tam bərpa etməsi illər çəkəcək. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.